Xoş gördük, hörmətli izləyicilər. Sizə mayın 8-nə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Temperatur gecə 16-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti müşahidə ediləcək. Əksər rayonlarımızda hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacaq, dolu düşəcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Temperatur gecə 15-19 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, özünüzə yaxşı baxın. Görüşənədək.